Hiking sevərlər, yaxın əyləşin, Qaranohura gəlmişik. Qaranohur gölü İsmayıllı rayon Lahıç kəndi yaxınlığında yerləşir. Gölün 2 kilometr yaxınlığına qədər Niva markalı avtomobillərlə də qalxmaq olur, ancaq mən piyada qalxmağı seçdim. Böyrək daşlarınız varsa, daşların tökülmə qarantisi ilə Niva ilə də qalxa bilərsiniz. Meşələrin içi, dağların arası qayalıqlarla 4-5 kilometr məsafəni qalxmağa çalışdıq. Dağların arasından gələn buz kimi bulaq suyundan da içdik. Gördüyünüz bu qayalıqlara ekstrem yollarla dırmaşaraq gölə tərəf yollandıq. Təxminən 3 saata yaxındır ki, yol gedirik, hələ ki çatmamışıq. Və nəhayət Azərbaycanın ən yüksək dağ göllərindən biri olan Qaranohura çatdıq. Gölün ətrafında çadır quranlar, qayıq sürənlər, piknik edənlər, ocaq qalayanlar var idi. Bəs səncə yolun əziyyətini çəkməyə dəyər? Şərhlərdə fikirlərinizi gözləyirəm. Videomu bəyənib kanalıma abunə olmağı unutma. Hələlik.